Nəsihət sözü işlədirik də biz. Nəsihət, biz yəni məni nəsihət elədi. Filan kəslərin nəsihətləri. Ərəbcə baxırsan, görsən nəsihət sözü xeyirxahlıq deməkdir. Yəni birinin xeyrini istəmək, onu sevmək. Nəsihət niyə görə danışığa deyirlər? Çünki sevgidən gələn söz, adamları o qədər sevəsən ki, ürəyindən, qəlbinin dərinindən, sevgidən gələ söz. Bir adam ki danışır, nəsihət edir, eşqdən, sevgidən, məhəbbətdən qaynaqlanmır, aqressivdir, cəmaatın ancaq eybini açmaqdır, cəmaatın ancaq aqressiv şəkildə çatdırmaqdır, o sözün təsiri olmaz. Qəlbdə yanğı olsa, insanlıq sevgisi olsa, söz görsən qəlblərə batar, qəlblərə təsir göstərər. Odur ki, o insanlar nəsihət eləməyə səlahiyyətlidir ki, sevgi olsun ürəklərində, qarşısındakı insanları tələbə kimi yox, necə deyim, bir həmdərd kimi görsün, onların nöqsanlarına yansın. Hamıdan çox insanların halına yanan insanların daha çox səlahiyyəti var ki, başqalarını nəsihət eləsin, başqalarını moizə eləsin. Allah bizi moizələrə eşidib və moizələri deyib, danışıb, əməl eləyənlərdən qərar versin inşallah.